Bu dəqiqə əynimə tək olan şalvarım budur. Bunu da Nahidədən oğurlamışam arkadaşlar. Heç bir şalvarım olmur əynimə. Çox qarib. Nəysə, davam ki, çənəyə güc verməyək. Sizə bir şeydən bahsetmək istəyirəm. Deməli, ata geyinmə soyunma otağına girir. Əynin dəyişməlidir, indi çöl paltarındadır. Necə dəyişir? Bir dənə baxın bura. Açdım aslında. Ayaqlarını çıxardır gizli belə. Hə? Qaldı. Əl dəyməz, heç əlim vurmaz. Düz deyil. Yəni qalsın deyil. Pişiklər nə eləsin? Qurmuq şuydu. Mən də olsam pişik mən də elə eləyərdim. Düz deyir arkadaşlar, öyle yapıyor. Yəni bu adət, yəni kimsədə yoxdur məncə. Mən fikrimcə. Yəni atam ona görə pişiklər. Ata ilə düşüblər. Da deyirlər ki, Dafinkavı yerə atmadı. Deməli arkadaşlar, yerdən bir şeylər Ver düşürlər. şılkanı ver, sonra deyin. Ver şılkaları ver yerdən. Sonra başlayasın deyinməyə. Oha, qıfıl deyil, qıfıl, yarabbi. Zəbədə. İlişdirir. Hə, deməli yerə otururam, gözümə nə çapdı onu götürürəm də dostlar. İndi baxın. Bir diyorlu qoca nənəmizin, yəni Murad dayın gəlinin şərfi. Murad dayın gəlinin deyil əslində, Murad dayın gəlini tapıb. Belə deyirik, sifətini göstərmək istəmirlər indi ilk başlanğıcı. Belə, mənim diyorlu şərfim var, sən onu taxarsan. Yəni bunun şərflərini nə üçün alır da, nə üçün alır? Sən nə danışsan? Bağlı kameranı, boş. Mən deməyimi bəy Dolar aşıq. Aşkı. Sən düz olma şalvar alıb, ancaq ayaqları trapez şalvar Həyatım, onu hamiləliyə görə almışam mən balam. Cins geyinə bilmirdim də, ona görə almışdım ki, qoy sıxmasın qarnımı. Bunlar görüm gülməyim gələ Allah'ım. Onları elə götür.